əmələ gəlir. Amma mən indi ətrafımda da çox eşitmişəm ki, cavan qızlarda 14, 15, 16, 17 yaşlarında, yəni ki, artıq bunlar analiz verirlər və görürlər ki, bu problem artıq ortalığa çıxıb. Nədən? Gənclərdə bəli, çox rast gəlinir. Yəni biz də müayinə etdiyimiz pasientlər içərisində daha çox gənclərdə bu xəstənin geniş yayılmasını görürük. Yəni onlarla rastlaşırıq. Bəli, bunlardan bəli, uşaqlarda, əsasən qız uşaqlarında daha çox, yəni Hashimoto tiroidinə daha çox rast gəlinir. Bu da qeyd etdiyimiz kimi, yəni bu ətraf mühitdə olan çirklənmələrlə, radiasiyalarla bağlıdır. Daha çox elektromaqnit vasitələrlə, qida ilə bağlıdır ki, bu uşaqlarda sonra insanların daha çox stres keçirir. Yəni uşaqların da həyatı stressdən ibarətdir. Bu gün görürük ki, yəni adi övladlarımızdır, təhsil alırlar məktəbdə, stres keçirirlər. Çünki dərs yükləmələri çoxdur. Yəni bunlar özləri də uşaqların sinir sistemini belə deyək də ki, pozur. Sinir sisteminin gərginliyin pozulması da hormonal pozğunluğa gətirib çıxarır. Hormonal pozğunluq isə qalxanvari vəzə həmən təsir göstərir ki, bu da qalxanvari vəzin müəyyən müddətdən sonra funksiyasının pozulması ilə nəticələnir. Və uşaqların da bizim belə bir tədqiqat var idi. Tədqiqat iş aparmışdıq. Hansı bu tədqiqatda aparmışdıq biz bölgələrdə. Əsasən bizim bildiyimiz kimi bəzi bölgələr var, hansı onlar yod çaşmazlığı olan bölgələr idi. Yəni Şəki məktəbləri idi, Quba məktəbləri, bir də Qəbələ məktəbləri 14-17 yaşlar arasında aparmışdıq və uşaqlarda yəni tədqiqatımıza daxil olan uşaqların, yəni bu məktəblərin 30%-ına yod çaşmazlığı probleminə rastlaşdıq. Yəni bunların silik nümunələrində yəni kəskin və ciddi, bir də mülayim dərəcəli yod çaşmazlığı oldu. Həmçinin o uşaqlarda qalxanvari vəzin ultrasəs müayinəsi aparmışdıq və orada da nə müəyyən etdik? Yəni onlar aparıldığımız uşaqların da belə deyək də yarısında, yəni 49%-də qalxanvari vəzdə kistalardır, tiroidit görüntüsüdür, qalxanvari vəzin böyüməsidir və yaxud kişi ölçüsü olması kimi hallarla rastlaşmışdıq. Yəni bu problem bəli, ölkəmizdə də aktual bir problemdir. Yəni təəssüf ki, bəli, bizim o endemik bölgələr var, yəni çünki o dağlıq bölgələrdir. Dağlıq bölgələrdə yod çaşmazlığı daha çox rast gəlinir. Çünki onların orada yetişən məhsulun tərkibində də yod yoxdur. Orada belə deyək də ki, heyvanın da qəbul etdiyi odur ki, bitkilərdə də yod olmadığı üçün onların ətində də yod yoxdur deyə. Yəni insanlar da orada yaşayan insanlar da suyunda yod olmadığı üçün, qidasında yod olmadığı üçün bunlarda qalxanvari vəzin funksiyası pozulur və müəyyən müddətdən sonra zob kimi xəstəlik əmələ gəlir. Və həmin bölgələr bəli, dövlət tərəfindən xüsusi olaraq yodlaşdırılmış duz verilir. Yəni yodlaşdırılmış duz profilaktikası hesabına müəyyən dərəcədə əvvəlki illərlə müqayisədə yəni zob, yəni böyük ölçüdə olan zob xəstəlikləri azalmışdır. Amma Hashimoto, yəni tiroidit dediyimiz xəstəlik isə o bölgələrdə daha çox rast gəlinir. Bəs